Hello əzizlərim. Ukraşenyalarımı taxırdım, aksesuarlarımı dedim sizə nə göstərim. Bunu da dünən Temudan gəlib. Çox gözəl üzükdür. Qıraqdan, qızıldan fərqlənmir. Qaralacaq, qaralmayacaq bilmirəm. Məsəl üçün bu da Temudandır. Heç qaralmır. Bunun gümüşü də var. Bu bijudur. İstəyirdim gümüşün sifariş verim. Deyirəm daha bijusunu taxıram da. Onsuz da dəbdə olan formadır. Bu da bu. Dünən baxın. Bu Dagar. Qiymətlərini deyə bilməyəcəm. Çünki qiymətlər dəyişir. Mən həmişə səbətə atıram. Qiymətlər aşağı düşəndə alıram və bu arada Temu ilə heç bir əməkdaşlığım yoxdur, heç bir reklam yoxdur, heç bir pul qazanmıram, heç qaydasını da bilmirəm. Deməli, bu belə bir saatdır. Dünən gəldi. Apardım burada saat sazda. Həm qısaltdım, həm də bilmirəm. Elə gəlməli idi ya düşmüşdü. Buradan bir dəmiri düşmüşdü. İstəyirdim qayıtım. Sonra gördüm dəmirdə salamıram. Apardım. Burada cavan bir oğlan vardı. Mənim üçün zəhətli. Görün nə qəşəngdir. Deyilən görə su keçirtmir, dəyirində yerə sınmır. Mən yaxşı ki bir izləyicim deyəsən YouTube'dan demişdi. Mən elə bilirdim ki Temudan gələn saatlar batareya salmaq lazımdır. İnşaatçılarda bir tanışa vardı, aparmışdım. Güya ki batareya salmışdı. Son bir izləyicim dedi ki, Rəhmə xanım, heç vaxt batareya saldırmayın, batareya ilə gəl. Bu hissəsində belə necə deyim, silikon, plastik kimi bir şey var. Onu dartırsınız, işləməyə başlayır. Siz demə, o məni aldadıbmış, belə çıxdı. Çünki apardım, güya batareya saldı, heç bir dəqiqə çəkmədi, batareya saldı, güya verdi, mən nə bilim oradan oyun çıxardı, siz demə onu çıxardırmış, babalı öz boyuna. Amma izləyicimdən Allah razı olsun, bilmirəm hansı izləyicimdir, yaxşı ki onu mənə dedi. Baxın, özü üçün də yaxşıdır, hədiyyəlik üçün də çox gözəldir. Qablaşması, içində baxın, qabı, sonra belə bir kuloku, yəni paketi. Keep Up Watch Global Fashion. Bu özdə Kitayındır da, Çinin brendidir. Yəni lüks brend deyil, adi insanlar üçündür, sıradan vətəndaşlar üçündür, amma çox gözəldir. Dedim, giyinəndə, dünən taxmışdım, düzdür, yadımdan çıxdı, daha doğrusu tələsirdim. Harı tələsirdim, özüm də bilmirəm. Ona görə indi göstərdim.